لا تنسوا هذه الليالي القادمة ستكون في واحدة منها ليلة القدر. Unutmayın, qarşımızdakı bu gecələrin birində Qədr gecəsi olacaq. Əgər Uca Allah sənə o gecənin saadətini, ruzisini, xeyrini, bərəkətini yazarsa, vallahi əzəmətli bir xeyrə müjdəni qəbul et. Bu Allah yanındakı böyük qədir qiymətinə görə Qədir gecəsi adlanıbdır. Həmçinin deyilir ki, bu məxluqatın qədərinin yazıldığı gecədir. Uca Allahın Duxan surəsində buyurduğu kimi, and olsun bu açıq aydın kitaba biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən biz xəbərdar edirik. Hər bir hikmətli iş o gecədə ayırd edilir. İbn Abbas radiyallahu anhuma ayənin təfsirində deyir ki, Qədir gecəsində quraqlıq, qıtlıq, izzətli, zəlil, həcc edən bu il olacaqların hamısı bu gecədə ayırd edilir. Düşünün, bu gecədə müəyyən edilir, bir adam həcc edəcəkmi yoxsa yox. Sənin illik ruzin bax bu gecədə yazılır. İzzətini, bərəkətini, xoşbəxtliyini, həyatını hamısını bu gecədə yazırlar. Allah eşqinə, bu gecə sənin qədərin yazılır, sən isə yatırsan, yaxud bazarda bayram paltarı axtarırsan, bu gecədə ən xoşbəxt adam olarsan ki, sənin qədərin yazılarkən sən Allahın qarşısında durub deyirsən, Allahım, sənin fəzlini, lütfünü istəyirəm, səndən səadət, müvəffəqiyyət diləyirəm. Yoxsa səni gözləyən bərəkəti, xeyri, müvəffəqiyyəti necə əldə edərsən? Qayəmiz bu ki, məhdud zamandakı bu əzəmətli şeyi qaçırmayaq. Bu bizə vəd edilən, verilən bircə fürsətdir.